Salam, hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Bildiyimiz kimi bugün günorta saatlarında Gəncədən Türkiyə istiqamətlənən və Türkiyə Silahlı Qüvvələrinin məxsus hərbi nəqliyyat təyyarəsinin və ya helikopterinin Gürcüstan-Azərbaycan sərhədində, daha doğrusu Gürcüstan ərazisində qəzaya uğradığı bildirilir. Söhbət C-30, C-130, J-30 tipli təyyarələrdən gedir. Onu da qeyd edeyim ki, həmin təyyarə 1964-cü ildən Türk ordusunun inventarındadır, ancaq modernləşdirilib və həmin təyyarənin vurulub-vurulmama ehtimalı hal-hazırda gündəmdədir. Təyyarəyə kənar müdaxilə olubmu, radiomexaniki sisteminə müdaxilə olubmu, ya birbaşa müdaxilə olubmu? Bu barədə hal-hazırda Azərbaycan, Gürcüstan və Türkiyə sosial şəbəkələrin Azərbaycan, Gürcüstan və Türkiyə segmentində müxtəlif fikirlər irəli sürülür. Bir çoxları iddia edir ki, sosial mediada və bəzi saytlarda yayılan məlumatlara görə təyyarə 40 dəqiqə havada qalıb və onun naməlum PUA müşahidə edib. Həmin PUA-nın hansı ölkəyə məxsus olduğu bildirilmir və eyni zamanda təyyarə havada olarkən başqa bir nəqliyyat vasitəsi, hava nəqliyyat vasitəsinin olduğu da iddia olunur. Onun kimliyi və təyinatı haqqında məlumat verilmir və əsas iddialardan bütün bunlar fonunda onu deməyə əsas verir ki, ola bilsin ki, həmin təyyarəyə kənar güclər tərəfindən müdaxilə olunub. Yəni təbii ki, bu versiyalardan biridir, ehtimaldır. Kim müdaxilə edə bilər Türkiyə təyyarəsinə? 3 variant var. Ya ABŞ ki, daha az ehtimallardan biridir, Rusiya və İran. Niyə bu ölkəni adını çəkdim? Niyə ola bilər? Ona görə ki, içərisində 20 nəfər olub həmin nəqliyyat kargo təyyarəsinin. Həmin təyyarənin içərisindəkilər cəmi 3 gün əvvəl, noyabr ayının 8-də Azərbaycanda qələbənin 5-ci il dönümü münasibəti ilə təşkil olunan paradda iştirak eləməyə gələnlərdir. Və çox güman ki, bu həm Rusiyanın, həm də İranın, belə deyək də, quyruğunu tapdalayan müəyyən elementlər olub. Dırnaq içərisində təbii ki. Söhbət nədən gedir? Paradda Azərbaycanla yanaşı Türkiyə və Pakistan hərbçilərinin iştirakı idi. Və mən bu baxımdan Rusiya tərəfindən həmin nəqliyyat təyyarəsinə bu və ya digər formada müdaxilənin olacağını istisna eləmirəm. Təbii ki, istintaq araşdıracaq, bu varsayımdır, versiyadır və doğru qənaətə gələcək. Hələ ki, qara qutu tapılmayıb. Amma video görüntülərdən görürük ki, təxminən bir nəfərin katapult elədiyi görüntüləri var. Çox güman ki, qəzanın belə deyək də iştirakçılarından biridir və yaxud da ki, pilotlardan biridir. Və hadisə ilə bağlı onu deyə bilərik ki, hadisədən dərhal sonra Türkiyə, daha doğrusu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, daha doğrusu Kəmaləddin Heydərov Türkiyəli həmkarları ilə əlaqə saxlayıb və bildirib ki, istənilən dəstəyə hazırıq və biz Gürcüstan-Azərbaycan sərhədində gözləyirik. Eyni zamanda Azərbaycan tərəfin yüksək səviyyəli rəsmiləri Gürcüstanlı həmkarları ilə də əlaqə saxlayırlar ki, əgər arama qurtarma işləri ilə bağlı, xilas etmə işləri ilə bağlı hər hansı bir kömək yaranarsa, dəstək verməyə hazırdılar. Azərbaycan prezidentinin Ərdoğana telefon zəngi var və ölkə başçısı həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib. Bir daha qeyd edirəm ki, təyyarədə iştirak edən şəxslərin 3 gün əvvəl hərbi parada qatılan hərbçilər olduğu bildirilir. Ölüm sayının nə qədər olması, xilas olan varmı? Bu barədə hələ ki dəqiq məlumat yoxdur. Sadəcə o bildirilir ki, C-130 kargo təyyarəsi 1964-cü ildən Türk ordusunun sərəncamındadır və onların sayı 20 ədəddir. Hal-hazırda 19-u qalıb və 250 mindən çox uçuş saatı keçirmiş kargo nəqliyyat təyyarələridir və bu tipli təyyarələrin daha çox qəza törətdiyi də bildirilir və son dəqiqə məlumatlarına baxıram hazırda və Pakistanla Hindistan sərhədində də müəyyən gərginliklər var. Ola bilsin ki, Pakistanlı hərbçilərin Azərbaycanda, Bakıda paradda iştirak eləməsi Hindistanın da, belə deyək də, qəzəbinə tuş gəlib və görünür Hindistanla Pakistan sərhədində müəyyən narahatlıq doğuran elementlər mövcuddur və buna görə də Pakistan ordusu hərəkətə keçib Hindistanla sərhəddə qoşun yığır. Qoşunların sayının artırıldığı iddia olunur. Bir daha qeyd edək ki, C-130 kargo hərbi nəqliyyat təyyarəsi 40 dəqiqə havada qalıb, Gəncədən qalxıb və onun nəqliyyat marşrutu da var. Təxminən Qanıq-Alazan çayı vadisində, Qabırlı çayı da deyirlər, o istiqamətdə, ona yaxın bir ərazidə, Gürcüstan ərazisində qəzaya uğrayıb. Gürcüstan tərəfi diqqətimi çəkən elementlərdən biri də budur. Sanki biraz gözləmə mövqeyi tutaraq hərəkətə keçir və yaxud da yavaş ləng işlər görür xilas etmə işləri ilə bağlı. Hadisə yerindən sosial şəbəkələrdə müxtəlif görüntülər paylaşılır. Təyyarələrin ayrı-ayrı hissələrə
parçalandığı görünür və bir nüansı qeyd edeyim, yenə də burada Rusiya amilinin üzərində dayanıram. Birinci növbədə ona görə ki, hal-hazırda Gürcüstanda Rusiya meyilli qüvvələr hakimiyyətdədir. Onların əlindən olacağını istisna eləmirəm. Yəni ancaq Rusiya özü birbaşa həmin hadisəni törədə bilər. Türkiyənin təyyarəsinə radio müdaxilələr eləyə bilər, hətta vurula da bilər. Bilmirik. Yəqin ki, zaman göstərəcək, bunu istintaq özü müəyyənləşdirəcək, kənar müdaxilə olubmu deyə. Sadəcə partlayış eniş anının kadrları var idi və təyyarə qəzaya uğrayarkən kimlər çəkdi onu və yer gəlmişkən Gürcüstan tərəfi elə indicə bir məlumat yaydı ki, siqnal, həyəcan siqnalı vermədən qəfil radardan itib təyyarə və bu da təyyarəyə qəfil kənar müdaxilənin olması ehtimalını çoxaldır və bunun Rusiya tərəfindən olması ehtimalı da güclüdür. Baxın, Abxaziya, Osetiya əraziləri onsuz da Gürcüstan Rusiyanın nəzarəti altındadır. Yəni həmin əraziyə daha yaxın olub Rusiyanın hərbi hava hücumuna müdafiə sistemləri ola bilsin ki, belə bir müdaxilə olsun, istisna eləmirəm. Yenə də deyirəm, bunun səbəbi odur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbiçiləri Bakıdakı zəfər paradında dünyaya bir qardaşlıq, dostluq, müttəfiqlik mesajı veriblər və bu da görünür Kremlin belə deyək də əsəblərini tarıma gətirib və belə bir əzələ nümayişi elətdirib ki, yəni mənsiz heç bir birlikdən söhbət gedə bilməz. Yəni Cənubi Qafqaz mənim arxa bağçamdır və s. axır. Türkiyə ola bilsin, Rusiyanın bir mesajı ola bilər və hadisələrin fonu hara gedəcək, bunu zaman göstərəcək. Qarşıdakı vaxtlarda baş verəcək siyasi hərbi və ya hərbi siyasi proseslərdən biz müəyyən elementləri görə bilərik. Hər halda qara qutu tapılmalıdır. İstintaq bu işi sona yetirməlidir ki, nəticə nə olub, təyyarəyə həqiqətən müdaxilə baş verib, yoxsa mediada yayıldığı kimi qəfil motor sistemində partlayışdan gerçəkləşib bu hadisə. Hətta bəzi informasiyalar var ki, güya elə havaya qalxan kimi problemlər yaranıb. Əgər elə bir problem var idisə, elə dərhal qalxdığı məntəqəyə, yəni Gəncə hava limanına geri qayıtmalı idi təyyarə. Təbii ki, bunlar hamısı versiyalardır, dəqiq məlumatları biz rəsmi informasiya orqanlarından gözləməliyik və Türkiyənin rəsmi məlumatlarına, eyni zamanda Gürcüstanın rəsmi məlumatlarına inanmaqdan başqa çıxış yolumuz yoxdur. Əgər təyyarənin qara qutusu tapılmazsa və ya gec tapılarsa, burada yenə də mənim şübhələrim arta bilər ki, təyyarəyə həqiqətən də kənar müdaxilə olub. Əgər gerçəkdən də təsdiqlənsə ki, Rusiya bu təyyarəyə müdaxilə edib, o zaman Moskva ilə Ankara arasında çox ciddi soyuqluqlar baş verə bilər. Hətta açıq formada Türkiyə Ukraynaya hərbi yardımlar eləyə bilər ki, bu da Rusiyanın işini bir qədər çətinləşdirəcək. Və İran amilini bayaq yuxarıda elə belə çəkmədim. Pakistanla Hindistan sərhədində müəyyən narahatlıqlar və Pakistanın əraziyə qoşun yeritməsi, Hindistanın hansısa formada belə deyək də dırnaq arası şuluqluq eləməsi görünür. Hindistan, İran, Aryana birliyini də narahat edən faktorlardandır. Bu baxımdan İranın da hər hansı bir müdaxiləsini istisna etmirəm. Təbii ki, İranın Türkiyə təyyarəsinə hər hansı bir hərbi müdaxiləsi 100 üzərindən 200% kimi qiymətləndirilər ya qiymətləndirilməz. İstənilən halda çox ciddi hadisədir. Qardaş Türkiyəyə başsağlığı verirəm buradan. Başımız sağ olsun. Sanki 20 əskər bizim əskərdir. Çox böyük dərddir. İndi onlardan nə qədər xilas olacaq, nə qədər yaralıdır, nə qədər dünyasını dəyişib, bu barədə məlumat yoxdur. Və istənilən halda bu kimi hadisələr Azərbaycan-Türkiyə qardaşlığına kölgə sala bilməz. Hər hansı bir kənar güc bundan nəsə əldə edə bilməz. Türkiyə və Azərbaycanla bu kimi təhdid dili ilə danışmaq qeyri-mümkündür. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Siz də fikirlərinizi şərh bölməsində yaza bilərsiniz.